Bu gün sizinlə Kanadada Royal Ontario Museum-a gedirik. Bayırdan görünüşü belədir, çox gözəl bir yerdir. Bu gördüyünüz kimi qədim dinozavrın sümüyüdür. Sümüklərini birləşdiriblər, belə şey alınır. Bura qədimə marağı olan insanlar üçün həqiqətən də çox möhtəşəm yerdir. Burada da ilanı qurudublar. Burada çox heyvanı qurudublar. Məsələn, bayquş ya da panda. Hətta bunlara əl vuranda da görsən ki, əsl heyvandır. Sadəcə qurudublar. Mənə məsələn maraqlı gəlmir, böcəyi niyə qurudasan ki? Amma onlar üçün maraqlıdır. Böcəklər demişkən, gəlin biraz da kəpənəklərə keçək. Burada da ürəyimiz açılsın. Amma çox da açılmayacaq, çünki burada da böcəklər var. Arxamda gördüyünüz kimi Sian Tower var, amma görmədiyiniz kimi, çünki görsənmir. Qədimdə heyvanlar öləndə onların skeletləri, yəni formaları, ölçüləri daşın üzərinə çıxır və biz siniflə gəldiyimiz üçün bunlara aid dərs öyrəndik. O qədər maraqlı idi ki, internetimiz olmadığında T-Rex oyununun gerçək formasıdır. Yəni sümüklərini birləşdiriblər, arxeoloqlar belə şey kəşf ediblər. Burada da zürafənin babası olan dinozavrdır. Belə deyirlər ki, zürafə əvvəllər o boydaydı. Burada isə siniflə binamızın yanından keçirik. Çünki binamız metro stationunun yanındaydı. Bir də bunu da deyim ki, biz metro ilə ora getdik. Və 45 dəqiqə ya da 30 dəqiqə yol getdik. Muzeyin yanında bir dənə də foto, bir dənə də foto. Burada da avtobus gəlmişdi və biz də 30 uşaq avtobusa yetişmək üçün qaçırdıq. Videomuzun sonuna gəldik. Xüsusi təşəkkürlər Mehdi Yaqubov filmi hazırladı, Zeynəb Yaqubzadə. Like atmağı, yorum yazmağı və abunə olmağı unutmayın. İzlədiyinizə görə təşəkkür edirəm. Sağ olun.